Siyasətin izahlı lüğəti efirdədir. Montenegro 2006-cı ildə referendum yolu ilə Serbiyadan ayrılıb. Montenegro niyə Serbiyadan ayrıldı? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Montenegronun Serbiyadan ayrılması 2006-cı ildə keçirilən referendumla baş verdi və bu tarixən sıx bağlı olan iki xalq arasında siyasi və iqtisadi fərqlərin nəticəsi idi. Yugoslaviyanın süqutundan sonra Montenegro və Serbiya 2003-cü ildə Serbiya və Montenegro adlı konfederativ dövlət yaratmışdılar. Lakin bu birlik uzun müddətli olmadı. Montenegro öz kiçik iqtisadiyyatı və siyasi sistemi ilə daha müstəqil siyasət yürütmək istəyirdi. Avropa İttifaqı və NATO-ya üzvlük perspektivləri Montenegro üçün strateji əhəmiyyət kəsb edirdi. Montenegronun siyasi elitası və əhalisinin böyük bir hissəsi Serbiya ilə bir konfederasiya çərçivəsində qalmağın bu məqsədlərə çatmaqda maneə olduğunu düşünürdü. İqtisadi faktorlar da ayrılmada mühüm rol oynadı. Montenegro turizmə əsaslanan iqtisadiyyata malik idi və Serbiyanın iqtisadi problemlərinin onun inkişafına mane olduğunu düşünürdü. Həmçinin milli kimlik məsələsi də əhəmiyyətli rol oynayırdı. Bir çox Montenegrolu özlərini ayrı bir millət olaraq görürdü və müstəqil dövlətə sahib olmaq istəyirdi. 2006-cı ildə keçirilən referendumda Montenegro əhalisinin təxminən 55% müstəqilliyin lehinə səs verdi. Bu nəticə beynəlxalq ictimaiyyət tərəfindən tanındı və Montenegro rəsmi olaraq müstəqil dövlət elan edildi.